Bizde bir oğlan var idi, Vadim. Onda da biraz aşırı emosionallık var. Yadımdadır ki biz Lepqa sexinə getmişdik. Lepqanın yaxşı vaxtları idi də, hamısı gedirdi. Biz də iş axtarırıq, bitirir, işləyir. Sənin burada da Dedafişino qrupu var, köhnə işçilər. Baxırıq, gənc işçiləri işlədirlər ki, biz də qıraqda deyilmiş. Birdən yaşca bizdən böyük, cənub zonasından deyəsən. Qayıb mənim o yoldaşıma deyən ki, Razzivalkada adam qalıb Razzivalkada. Mənim o tanışım qayıdı belə deyir. Mənim adım yoxdur. Aşırı emosionallığa baxın, sözlər necə söz çıxarda bilirsin. Sən deyə bilərsən, yoxdur. Bağlandı söhbət. Bu mənə belə niyə belə danışdın? Pık. Yəni, sən pık elədi və ya sənə qışın pık gətirəcək. Belə elədi, mənim adım yoxdur, başından belə eləyirsən. O da qayıt belə elədi. Həyat sənə o şey hazırlayıb, bilir arxasən. Deyəsən, xətrə deyə, deyəsən nəsə, burada bu yumşaldı. Səni yaxşı zərbə etmək üçün biraz səni gətirmək lazımdır. Deyəsən, qardaşım, adam xətrə deydi ya, o da belə deyir, adam xətrə deyərdi. Sən deyir ki, şeylər, o nə deyir, adam başından bilirsən, mənim adım var filan, xətrə dedi ki, su iç. Baba, sən neyi axtarırsan, sən yat onu sənə verəcək. Ay sən, mən getginən kəlləni cübbuldak buna, özündən yaşla. Emosional çılğın adamlar eynən də emosional empati qurmaqda bacarırlar. Tez alışır, tez peşman olur. O adam deyildi bir-birindən filan elədi. Sonra başladı ki, sən məndən böyüksən, mən sən niyə zərbə vurmalıydım, sən belə elədin, vəssalam. Və bu, insanı psixika formalaşdırır. Gərək insanlarla elə danışasan. Otusturasan yerində, yox sənə belə gəlməsin. Bu olur həyat təcrübəsi. Mənəviyyat olmur, bu psixikada formalaşır. Əksər insanlarımız belədir. Gərək insanla yerində otusturasan onu ki, tanısın səni. Vəssalam. Və başlayır çatan gələni sancmağa. Keçən səfər bir marşrutdaydım, bir ağsaqqal kişi idi, qıza belə elədi, cavan qız idi. Belə deyəm, qızım, sən keçə bilərsən, o qız orada bir söz deyir. Əlbə vurma mənə! Belə elədi, kişi belə elədi. Birisi qızardı, pörtdü, falan elədi. Bizim cəmiyyət indi elədi ya, bir qız qayıtsa desə ki, mənə nə bilim, əl vurdu, falan elədi, sözsüz ki, o kişi getdi. Yəni, kim sizə kişinin düz olduğuna inanacaq bizim cəmiyyətdə? Kim inanacaq? Hamısı qadınacaq. Ay, qadın da bunu bildi ki, o cəmiyyət mənim tərəfimdədir. Boşandım ərimlə, niyə? Narkoman idi. Vəssalam. Məşhur ifadələr, narkoman idi. Yəni, bilirsiniz nə qədər mən görmüşüm, deyir, mən kişiliyimi lazımdır. İşləyirəm, qazanıram, evim var, eşiyim var. Bir də övlad məsələsində, vəssalam. Onda da mən kişi aldırmalara vəssalam, sonra geçsin işin qadısıysan. Hərdən mən marşruta deyirəm ki, ya Rəbbəl aləmin, bunlar nə gəlin olacaqlar? Qorxuram, qardaş, qorxursan. Mənim kimi bilirsiniz nədir, taksi şoförü var, filanı var, beşmanı var ki, deyir, aman, qardaş, get ki. Yəni, bilirsiniz, bunlar nə qədər şeydir. Xüsusilə yenə də dedim ki, bunları